Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Əli bəy Kərimliyə işgəncə edilir. Azərbaycan Xalq Cəbhəsinin sədri, yeganə ana müxalifət partiyasının sədrinə Əli bəy Kərimliyə işgəncə edilir. Hakimiyyət nazorları, vəzifəli məmurlar işgəncə edə bilmirlər. Amma IŞİD-in psixopatlarını töküblər Əli Kərimin üstünə. Birinci dəfə IŞİDçi qoydular Əli Kərimini vurmağa, incitməyə. Həmən IŞİDçi Əli Kərimi ilə yaxşı yola getdi deyə onu heç bir ay qoymadılar. O IŞİDçini götürdülər, yerinə 2 dənə ən ağır qatil psixopatı qoydular. Psixi xəstələri qoydular Əli Kəriminin yanına. Biri səhərə kimi oturur, Əli Kəriminin dayanmadan üzünə baxır. Belə dayanmadan 12 saat səhərə kimi Əli Kəriminin dayanmadan üzünə baxır belə. Dayanmadan üzünə baxır. Türkiyədə 9 il həbsdə olan adamdır. İşitçi deyil, Erdoğan'dan özü alıp da İlham Əliyevin bura sokacağım Əli Kəriminin yanına. Yoksa Türkiyədə həbsdəysə bizə niyə verdilər onu? 9 ildən tez verədilər də. O biri psixopat, bax bu bir psixopat səhərə qədər Əli Kəriminin üzünə baxır. Allah bilir neçə qətliam törədən adamdır. Əli Kərimi səhərə kimi yata bilmir. Səhər də axşama kimi o biri psixopat Əli Kərimini vurur, dümsüklüyür, itəliyir, yıxır, necə deyim, sındırır, tüpülür, aşağılayıb, belə-belə işlər görür. Qəsdən elətdirirlər bunu. Əli Kərimli hakimiyyətdən iş birliyinə geçsin. Əli Kərimli istədiklərini eləsinlər. Qəsdən. Gördünüz, Fuad qəhrəmanlığı elədilər. Çıxdı, nə dedi? Dedi, dərman veriblər. Bilməmişəm. Amma Əli Kərimi bilgili şəkildə bunu eləməlidir. Evindən danışmağa icazə vermirlər. Heç bir ərzaq qəbul eləmirlər. Əli Kərimiyə heç kim ərzaq gətirə bilməz. Əli Kərimlə heç kim görüşə bilməz. Əli Kəriminin ailəsini belə Əli Kərimlə danışdırmırlar. Ey mənim xalqım, liderlərinizə sahib çıxın. Ey mənim xalqım, bu yaxında inqilab olacaq. İnqilaba hazır olun, ey mənim xalqım. Daş üstündə daş, oğraş üstündə baş qoymuyor. Daş üstündə daş, oğraş üstündə baş qoysanız, siz millət döysünüz, siz zillətsiniz. Tüpürsün İmam Hüseyin, üzünüzə sizin. Bu yaxından uduşacağımız savaşa girmərik. Bu yaxından hərəkat olanda bilin ki, İlham qoruyan ən balaca məmurda tutmuş İlhama qədər məhv edilməlidir. Azadlığa qovuşmalıyıq. Ay millət, hazır olun, o zaman gəlir. Əli Kərimli kimi igidlərinizi qoruyun, ay millət.